48.000 manata 6 qarajlı 3 otaqlı ev, 46.000 manata kürsülü 3 otaqlı ev. Hər ikisini sizlərə çəkib təqdim edəcəm. Masazlıqda 569 nömrəli marşrut yolunun 150-200 metrliyində yerləşir. Baxın, Diyanın ağ maşının arxasından marşrut keçir, metroya hərəkət edir. 6 nömrəli məktəbin aşağı tərəfidir. Tam yaşayışlı ərazidir. Çöldən qarajı qapısını gördünüz. Buradan sizə alt hissədən təqdim edeyim. Burada belə bir qaraj, digər otaqlara da keçib qoyulub, kombo aparatı burada quraşdırılacaq. Hər iki evin təqdimatı bu videoda olacaq. İzləmədə qalın. Evin daxilində xırda işlər qalır. Onlar da təbii ki tamamlanıb təhvil veriləcək. Sağda yerləşir belə bir açıqda mətbəx. Solda zal hissə. Qanun 3 otaqlı 6 qarajlı ev 48.000 manata 2 otaqlı evlərin qiymətinə təklif olunur, hörmətli izləyicilər. 40-40 təməl üzərində tikilib kürsüyə qədər qoşa kubik, kürsüdən sonra blok şərpiç və mərtəbənin yekununda beton kəmər. Digər evi də göstərmişsə, bu evin qiyməti 48.000 manat idi. Bu evin isə qiyməti 46.000 manatdır. Qazın suyun işığın fasiləsiz olduğu mərkəz kanalizasyon fəaliyyət göstərdiyi bir ərazidir. Kombo aparatı burada quraşdırılacaq. 46.000 manat eyni proyekti sadəcə. Yenə də təqdimatın içində olsun ki, görməyiniz yaxşıdır. Sağda mətbəx sahəsi, solda evin qonaq otağı. Bu evin qiyməti 46.000 manatdır. Deməli, burası Sanuzel 6 nömrəli məktəbdən aşağı Oğuz kafenin arxa tərəfi, Sənət Torpağın küçəsi, tikinti barədə məlumat verdim. Kommunallar daimidir, qazın suyun işığın fasiləsiz olduğu mərkəz kanalizasyon fəaliyyət göstərdiyi tam yaşayışlı bir ərazidir. Sağ olun, hələlik.